Salam, hər vaxtınız xeyir olsun. Deməli, daha bir test izahı ilə qarşınızdayam. İkinci testi izah eləmək istəyirəm. İkinci testdə nə deyir? Aşağıda verilmiş hansı cümlədə numerativ söz işlənmişdir? Numerativ söz biz hansı sözlərə deyirik? Miqdar sayları ilə isimlər arasında işlənən sözlərdir. A'ya baxaq. Uzaqdan bir dəstə sürətlə cənuba doğru qaçırdı. Deməli, dəstə sözü işlənib burada, numerativ sözü oxşuyur. Baxaq görə miqdar sayı ilə isim arasında işlənibmi? Bir miqdar sayıdır, amma sürətlə zərfdir. Yəni cavabımız bu deyil. 5 cüt corab alan Sənubər evə yollandı. Burada cüt sözü var. Baxaq görək yerinə 5 miqdar sayıdır, corab isə isimdir. Cavabımız elə B variantı olacaq. Digər variantlara da baxaq. Tikintiyə C variantı, tikintiyə bir maşın kifayət etmədi. Maşın sözü də müəyyən məqamlarda numerativ söz kimi işlənir. Məsələn, bir maşın, daş. Amma burada bir miqdar sayıdır, amma maşın numerativ söz deyil. Çünki miqdar ifadə eləmir, hansı bir isimdən əvvəl işlənmir. Yəni sayla isimlər arasında işlənməyib burada. 3 ədəd yedikdən sonra doydu. 3 ədəd. Burada da ədəd numerativ sözü oxşuyur. 3 sayıdır, miqdar sayıdır, amma özündən sonra deməli isim işlənməyib. Yəni bu da deyil təbii ki cavabımız. 10 nəfərdən başqa hamı gəlmişdi. 10 miqdar sayıdır, nəfər də numerativ söz kimi oxşuyur, amma yenə özündən sonra isim işlənmədiyinə görə cavabımız bu deyil. Yəni deməli cavabımız hansı variant oldu? B variantı oldu.